Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah razı olsun. Allah mekanınızı şahitlerimizin her birine. He. Selam. He işte. Selam. Sağ olun. Bu Məhərrəmin qardaşının ad günüdür burada Çaylı'da ziyarətliyor. Gelirsin Dürcəlbəndə eğer bir çarpsın. Amin. Fatiha. الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم له ما في السماوات وما في الأرض من ذا الذي يشفع عنده إلا بإذنه يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه إلا بما شاء وسع كرسيه السماوات والأرض ولا يؤوده حفظهما وهو العلي العظيم صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. الفاتحة. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Allah rahmet eylesin. Yeni cennet. Alo. Ha. Allah cem şehitlerimize rahmet eylesin. Kamil kardeşimiz başta olmalı. Bugün onun mevzuduna yazılmışım. Allah şehitler sizden de razı olsun. Ne? Hadi bir tane. Çünkü siz kahraman şehitlerimizin arkasındasınız. Evet olacak. 2020 yıldan bugünkü güne kadar siz tüm şehitlerimizi ziyaret ederiz. Şehit ailelerine yani birbirimize teslim ederiz. Bu özü büyük bir önem çekmeliyiz. Çünkü size ürünleri puldan da, maldan da, vardan da, devletten de ilerli size olan desteği, size verilen teslimlik için başka hiç neden ihtiyacınız yoktur. Çünkü siz en büyük ailede en şirin olan evladınızı vətən uğrunda şəhid verirsiniz. Şəhid olublar. Bugün nihayet ki biz onların sayesinde azad, demokratik, suveren bir devlette yaşayırıq. Allah cəm şəhidlərimizə rəhmət eylesin. Kamil Səmədov da belə götürəndə 1-ci Qarabağ Savaşında iştirak edib. Bizim Sübhanın burada bəzi şəhid ataları var ki 1-ci Qarabağ Savaşı iştirakçılardır. Onların döyüş yoldaşı olaraq bizim fəxrimizdir, bizim can qardaşımız olub. O 94-cü ildə haqq dünyasına qovuşub, şəhid olub. Şamaxı rayon 1-ci Çaylı tam orta məktəbinin adı verilib ona. Bugün orada oxuyan uşaqlar yəqin ki Kamil Səmədov haqqında məlumatları tam dəqiqliyinə müəllimlər vasitəsilə bilirlər ki bizim kəndin belə bir gözəl, qəhrəman övladı olub. Allah cəm şəhidlərimizə rəhmət eləsin və bu günləri burada yenə deyirəm hamısı şəhid ailələrdir və bizim İsmaili regional mədəniyyət işçiləri var ki Allah onlardan da razı olsun. Bu günləri mədəni işçilər burada iştirak edir. Məhərrəm qardaşımızla bir yerdə işləyirlər. Sahib bir gün dəyər verib gəliblər. Şimdi kimin ürəyi istəyərsə, şəhidlərimiz haqqında, ümumiyyətlə vətənimiz haqqında
Çünki şəhid deyəndə birinci növbədə şəhid vətən uğrunda gedib, vətən haqqında danışmaq lazımdır, şəhid haqqında danışmaq lazımdır. Əgər Şifan qardaş, mən istərdim ki, elə birinci siz danışasınız. Çünki həm birinci Qarabağ Savaşı'nın iştirakçısınız, həm də şəhid atasınız. Sağ olun, Allah hamımızdan razı olsun ki, bizim ümumiyyətlə borcumuzu şəhidləri ziyarət etmək. Allah bütün şəhidlərimizi yeni cənnət etsin. Hər yoktur 92 aprel 2020 anti-terror. Bunlar hamısı bizim qeyrətimizin, namusumuzun üstündə kimi şəhid olurlar. Qeyrətlərdən biz birinci Qarabağ döyüşçüləri bizim yarımçıq işlərimizi, sonra da yeni yetim olan Qarabağı tanımayan gül balalarımız, qardaşlarımız getdi aldı. Bizim yarımçıq işimizi tamamladılar. Şəhid adası olmaq ağırdır, amma bir o qədər də qürurludur. Bilirsiniz ki, hamı dünyasını dəyişəcək. Amma şərəfli dünyanı dəyişmək hələ buna qismət olmur. Yəni biz döyüşürdə biz şəhid olmamışıq. Kamil kimi qardaşlar, bütün buradakı qardaşlarım, balaları kimi qardaşlarımız şəhid oldular. Allah yerini cənnət eləsin. Bizim birliyimiz, bərabərliyimiz bu müharibəni qalibiyyəti gətirdi. Əlbəttə, ən əsas orada canından qanına keçən şəhidlərimizdir. Burada döyüşən oğlanlarımızdır, veteranlarımızdır. Ali Baş Komandanın vəziyyətini yaddan çıxarmaq lazımdır. Çünki o kişi bu bütün Azərbaycanı birləşdirib bir yumruqla bir yerə vuruldu, torpaqlar alındı. Bizim kişilik papağımızı bizim başımıza qoydular. Bəzən də söhbətlər oradan deyirəm ki, biz 92-ci ildə hamımız döyüşçüydük, torpaqlarımız yetməzdi bəlkə də. Amma orada vaxtda bizə Ali Baş Komandan birliyi yox edir. Belə deyək, prezidentimiz cəmaatı başına düzgün olmurdu. Bizim balalarımızın sayəsində 100 illərlə zəfər qazanmayan bu torpaqda zəfər qazandı. Bilirsiniz ki, 18-ci əsrdən bəri Azərbaycan torpağı zəfər qazanmayıb. Yeganə ölkə ki, bütün sərhədlərimiz keçmiş Azərbaycan torpaqlarıdır. Biz gələcəyə miras buraxmışdıq, amma balalarımız qoymadı o gələcəyə miras getməyə. Torpaqlarımızı aldı. Bizim dövrümüzdə bir qarışda torpağımız getməyib. Bu bizim indiki zamanada yaşayan Azərbaycan vətəndaşların kişiliyi, mərdliyidir. Allah bizim birliyimizi qorusun, Allah bizim bərabərliyimizi qorusun. Şəhid valideynlərinə səbir diləyirəm. Ordumuza güc, qüvvət, bizim birliyimiz, bərabərliyimiz daimi olsun. Çünki o torpağı almaq hasaddır. Hasad döyüyor. Hasad gəldi bizə 44 günə bizim balalarımız oranı aldı. O saxlamaq lazımdır. Saxlamaq üçün də birlik, bərabərlik lazımdır. Bu üstləri bayraqlarımız daima Azərbaycan hər yerində dalğalansın. Allah ordumuzu qorusun, ordumuz mühümümüzü qorusun. Bizim şəhid valideynləri tədbirdə görəndə adam qurur duyur ki, bizim belə balalarımızı belə kişilər böyüdü. Allah yerini cənnət eləsin. Amin. Şəhidimizin atlasına da çox gözəl kişiydi. Təməkli kişi, yaxşı olacaq. Bir sözlə şəhiddən çox danışmaq olar. Şəhidlər bizim sözün əsl mənasında baş tacımızdır. Allah yerini cənnət eləsin. İstərdim ki, bizim elə bu mədəniyyətçiləri qardaşlarımıza çıxış eləsin. Bilirsiniz ki, bugün burada qəhrəmancasına şəhid olmuş Səməd Kamilin məbuz gününə yarışmışıq. Şəhidlərimiz ölmürlər. Onlar həmişə xalqımızın yaddaşında, dövlətimizin tarixində, xalqımızın qəlbində, gələcək nəslin yaddaşında daim qalacaqlar. Şəhidlər şəhid atamızda gözəl vurğuladı. Qürur mənbəyimizdir. Onlar təkcə sizin qürur mənbəyiniz deyil, bizim xalqımızın hamımızın qürur mənbəyidir. Və biləsiniz ki, bugün hansısa söz deməklə, hansısa əməllə sizin həsrətiniz əvəz olunmazdır. Amma ki, biləsiniz ki, daim sizin şəhid atalarla, şəhid valideynlərin yanındayıq. Daim şəhidlərimizin xatirəsi, əziz xatirəsinə əziz tuturuq. Bugün də şəhidimiz Səməd Kamilin də Allahdan rəhmət diləyirik ona. Ruhu şad olsun. Ümumiyyətlə bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa versin. Dövlətimiz, vətənimiz var olsun. Çünki biz onların qəhrəmanlıqlarının nəticəsində, sayəsində bugün vətənimizdə, təhlükəsiz azad vətənimizdə yaşayırıq. Allah rəhmət eləsin hamısına. Eğer danışmaq istəyən varsa, Çok sağ olun kardeş. Allah cem şehitlerimize rahmet eylesin. Mekanları cennet, mekanları uca olsun. Allah Kamil kardeşimize da gani rahmet eylesin. Bugün o işine yarışmışıq. Onun mevluduna yarışmışıq.
kardeşim, Sübhan kardeşim bu güzel dediler ki bizim yarımçıq qalan işlərimizi özü o vaxtı bəlkə də o uşaqlar da həmin bu uşaqların böyükləri, bəlkə də onların ataları ola bilərdi. Yəni yaşasaydı elə Kamil qardaşımız bizi ilə elə həmtaydı. Yəni o vaxt o qədər həzmətlik, yiyəsizlik, silahın təminat olmadığına görə o qardaşlarımız şəhadətə qovuşdular. Özü biraz işləri elə yarımçıq qaldı. Sübhan qardaşım demişkən. Sonra onların davamçıları, bizim balalarımız, qəhrəman balalarımız vətəni azad elədilər. Müstəqilliyimiz, suverenliyimiz tam bərpa olundu. Allah cümləsinə qəni-qəni rəhmət eləsin. Kamil qardaşımızın da mövludu mübarək olsun. Allah Səməd Paşa dayımı da qəni-qəni rəhmət eləsin. Çox gözəl kişi idi, bizi ilə həmişə bir yerdə idi. Allah sənin də qardaş köməyin olsun. Sən də həmişə bizim zəhmətimizi çəkirsən, işıqlandırırsan. Allah gözəl qəhrəman qardaşlar qəni-qəni rəhmət eləsin. Mövludu mübarək olsun. Sizə də, balalarınıza da can sağlığı versin inşallah. Allah ordumuzu qorusun, vətənimizi qorusun. Bu üçüncü bayrağımız daima ucalarda dalğalansın. Çox sağ olun qardaş. Allah rəhmət eləsin. Kapitan Niyetin atası. Mən də hər birinizi salamlayıram. Hörmətli şəhid ataları, hörmətli şəhid sevər qardaşlar. Allah hər birinizdən razı olsun. Bugün bizim başladığımız olan şəhidimiz Kamil qardaşımın cənnətdə altınıdır. Allah Kamil qardaşımızın timsalında bugünkü gündə mövcud olan bütün şəhidlərimizdən olmuş şad eləsin. Məkanı cənnət eləsin. Bəli, biz 88-dən ta indiyə qədər gedən evlatlar hamısı bizim qürurumuzdur. Böyüklər qardaşımız, kiçiklər evladımızdır. Allah hər birinin ruhunu şad eləsin. Bu şəhidlər hər biri qəhrəmandır. Vallahi şəhidi kimsə fərqli danışırsa özünü tanımır. Bunların hər biri qəhrəmandır. Canın qoyubsa bu torpaq yolunda, tövbə yolunda, qeyrət namusu üstündə. Bunların hər biri qəhrəmandır. Onun orada nə generalı, nə saldat fərqi yoxdur. Ən böyük bir ad var, o da şəhid adıdır. Düzdür. Biz valideynlər üçün həqiqətən də valideyn evlat məzarında danışmağı çox ağırdır. Allah heç kimə belə bir yükü qismət eləməsin. Sadəcə bizdə böyük bir, fərqli bir şey var ki, balalarımız torpağında idi. Qürurudur, şəhiddir. O adda hər adama qismət olunur. Gəlin birimizi, dəyərimizi verək, birimizə hörmətlə, izzətlə. Bu vallahi qısa bir həyatdır. Allah hamd olsun. Qısa bir həyat heç kim heç taparmayacaq. O kimlərəsə gözü doymur dünya malına. Vallahi ağ bir olub bəbəyinə pütləyəcək. Onun göydə Allah bilir onu. Heç kim o deməsin ki, məzlumun haqqını yerəm, sənə haqqını görəcəm. Mümkün də yox. Allah Kamil balamızın, qardaşımızın timsalında bütün şəhidlərimizin məkanı cənnət olsun. Mərhəmət qardaşım, məhrəm ki. Siz qardaş yox, ata vəlsiz. Allah siz kimi qardaşları var eləsin. Bibim başda olmağına, şəhidimizin anası başda olmağına, bütün şəhid anaların əllərini öpürəm. O bacılar bizim qürurumuzdur, baş tacımızdır və bütün dünyasını dəyişmiş olan şəhid atanalarında Allah ruhunu şad eləsin. Allah sizlərdə var eləsin hər birinizi. Bütün ölənlərimizə Allah rəhmət elə. Mən şəhidlərin qarşısında baş əyirəm. Onlar mənim qürur yerimdir, baş tacımdır. Sağ olun. Çok zor vahidlərim. Allah yerin cənnət eləsin Kamil qardaşım. Bu qardaşıma da bolca səbir dinləyirəm. 2026-cı ilə qədər bu qardaşımız bizim yanımızdadır. Allah bolca səbir versin. Mən də bu qardaşımızın timsalında cəm şəhidlərimizin ruhu şad eləsin. Atalara, analara bolca səbir dinləyirəm. Yəni, hər biri mənim qəhrəman qardaşlarımdır bunlar, balalarımdır. Allah canlarını salamat eləsin. Bunların sayəsində bu boyda Azərbaycan ümumiyyətlə tövləşdi. Allah yerlərini cənnət eləsin. Boluca da sənə səbir dinləyirəm qardaş. Başqa deyiləm. Sənə yaşıdsan, səndən bir yaş kiçikdir. Sən 74-sən, 75-dir. Allah şəhidimizin ruhunu şad eləsin. Ailə üzvlərinə səbir edin. Çox sağ olun. Mən də bütün ziyarət iştirakçılara hamımızı salamlayıram. Kamil qardaşımızın bizim dəyişməyən acısını vermişmişik. Allah onun ruhunu şad eləsin. Onun timsalında cəmi şəhidlərimizin məqamı uca olsun. Onlar hamısı vətən torpağının bütövlüyü naminə canlarını fəda ediblər. Bu torpağın bugünkü işıqlı
səmanın, aydın səmanın bizə bəxş eləməkdə onların böyük rolları var. İstər 1-ci Qarabağ şəhidləri, istər aprel döyüşləri, 44 günü vətən müharibəsi şəhidləri, antiterror şəhidləri, bunlar hamısı vətən üçün birliyimiz, bərabərliyimiz üçün canlarını fəda ediblər. Allah onlardan dönə-dönə razı olsun. Dövlətimiz, millətimiz, cəmi şəhidlərin yeri cənnət olsun. Dövlətimiz, millətimiz var olsun ki, necə ki o müharibə günlərində bir yumruq altında birləşdi. Ordu, millət, ali başkomandan həmrəy oldu. Belə həmrəlik arzulayıram ki, hər zaman düşməni yaddan çıxarmamaq lazımdır. Azərbaycan ordusun güclü, qüdrətli, ayıq basılmaz eləsin. Ordumuzu, dövlətimizi, millətimizi qorusun. Bizlərin də hamımıza Allah səbir versin. Məhərrəm qardaşım da bizim doğmamıza çevrilib bu 6 ildə. Təbii ki, o ağrını, acını bizdən irəli yaşayıb bu ailə, Səməd Paşa dayının da ruhu şad olsun. Bunlar bu ağrını görüblər, ona görə də bəlkə də bunun bir kameraman olduğu kimi döyük, elə həmin o acının içində olduğuna görə bu bizim doğmamızdır. Allah onun canın, balaların, ailəsini qorusun. Amin. Balalarına, anaya da Allah səbir versin. Allah hamımızın cəmi şəhidlərimizin ruhlarını şad eləsin, dövlətimizi, millətimizi qorusun. Çox sağ olun. Valla şəhidlərdən çox söz danışmaq olar. Hamı deyil. Bunlar öz sözlərini deyil. Mənim qardaşım Elma 74-cü təvəllüd edir. 92 o şəhid olub, 94-də Noyabrın 4-ü döyüb. Noyabrın 4-ü şəhid olub. İkinci ayda, İkinci ayda. Məsələn, 92-də oktyabrın 4-ü mən qardaşım şəhid. Allah hamımızdan razı olsun. Allah bunların yerini cənnətə qoysun. Atasına Allah rəhmət eləsin. O nələr çəkdi, biz birlikdə bəlkə də balalar bilmir, mənim də atam keçirdiyim. Özüm bilirəm ki, atam gör nələr ki, falan. Axır Allah ki, nəfəsində Elman dedi. Allah anasına da səbir versin də, sağacaq verib də yazıq ərvədində, olsun da nə deyim, valla. Allah yerlərini cənnət qədir, Allah səbirici versin. Allah razı olsun ki, qardaş özü heç olmasa, her gündə olsun, eləyirsiniz ya, valla, yad elmə gözəl şeyləyirsiniz. Bizə nə gedir, Allah'ımıza razı olsun. Bunlar qəhrəmandır, bunlar özləri deyil. Bunlar döyüşür, sayılan belə. Allah yerin cənnət məqamını caylar. Allah səbirici versin. Əslində elə siz düz deyirsiniz. Yerə götürəndə birinci növbədə şəhid ailəsi özü şəxsən şəhidinə dəyər, hörmətlə yanaşmalıdır ki, kənardan baxanda onu baxıb utansın. Görsün ki, bu şəhidinə necə hörmət qoyur. Bu günləri ən əsası odur ki, yəni biz bugün bu şəhidimizi ziyarət eləmiriksə, bir şəhid ataları siz olaraq ziyarət eləmirsinizsə, o halda şəhidin unudulmağın gözünün qarşısına gətirin ki, şəhidlər unudulur. Səbəbkar özümüz olduq. Bəli, birinci növbədə səbəbkar Onsuz hər şeyə səbəbkar özümüz. O qalan valideynlərdən, övladlardan razı olsun. Allah onların canını sağ eləsin ki, bu günləri bax, siz onları yaşadırsınız. Həqiqətən siz yəni. Qalan da indi vicdan sahəsində düşür cəmiyyətin, vətəndaşın üzərinə ki, gün bu axı bizim vətənimiz, bizim dövlətimiz, suverenliyimiz uğrunda şəhid olur. Allah yenə deyirəm, bütün Azərbaycan ərazi bütövlüyü uğrunda canını fəda eləmiş, fərq eləmir. 18-ci ildən bugünkü günə qədər. Bu torpaqlar uğrunda şəhid olanların hamısından Allah razı olsun, yerləri cənnət olsun. Onların yaxınlarına Allahdan səbir diləyirik. Çünki qürur varsa, miskil də var. Ən azından. Çünki onu çəkənlər bilir. Can bilir də, yanan can bilir ki, bu ailədən məsələn tərkibli olmaq nədir? Biz məsələn o kənar insanlar biz deyəndə o kənar insanlar gəlir, təsəlli verir, amma onların sonra nə çəkdiklərini özləri bilir. Allah hər birinizə səbir versin. Allah cəmi şəhidlərimizə rəhmət versin. Çox sağ olun ki, bir gün Məhərrəm qardaşımızı tək qoymadınız. Yəni mən inanıram ki, bu birlik, bu bərabərlik Sübhan qardaşımız demişkən daimi əbədi olacaq. Allah hər birinizdən razı olsun. Bir gün gəlib Kamil qardaşımızın cənnətdəki mövludan
mübarek dediniz ve onun mezarını ziyaret ediniz. Kabul Allah etsin. onların da Allah yerini kabul cennet eləsin. Ruhların şad eləsin ki, bak siz bir gün onları yaddan çıxartmırsınız, değer verirsiniz ve onların ali uca adların daimi qəlbinizdə yaşadırsınız. Allah hər birinizə razı olsun. Biz de Allah yatacağız, köməyiniz biz olsun. milyonca bileceğiz de. Bəli, bəli. Vallahi Yenə sən deyirəm başqa ki, əlimizə nə birinci gəlir? növbədə, yenə deyirəm. Ailədə tərbiyə dövlətdə də, yəni kənarda da ilk növbədə ailədən başlayır. Heç kim müəllimlərin üzərinə qoymasın ki, mənim uşağım məktəbdə tərbiyəsi böyüyür. Aileden Çünki o uşaq ailədən tərbiyə götürüb cəmiyyətə inteqrasiya olur. Bu günləri sizdən başlamalıdır bu şəhidlərimizin, yəni məqamın uca tutmaq, qorumaq, saxlamaq, sizin hərəkətlərinizdən, sizin onlara qarşı olan saxladığınız hörmət və dəyərlərdən. Yenə Allah sizdən razı olsun ki, Sizin Allah. siz bir günə qədər bu şəhidlərimizi uca tutdunuz, onların adını qorudunuz. Allah sizə can sağlığı versin. Allah sizə bundan sonra belə miskinlik yaşatmasın. Yəni övladlarınıza, özünüzə can sağlığı versin. Xeyir işlər qismət eləsin. Amin. Allah Təşəkkür edirəm, xahiş edirəm. Bir dua Euzu ilə. billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif lam mim. Zalikel kitabu la reybe fihi huden lil muttaqin. Ellezine yu'minune bil gaybi ve yekumune salata mimma rezeknahum yunfikun. Ellezine yu'minune bima unzile ileyke ve ma unzile min qablik ve bil ahiretihim yuqinun. Ulaike ala huden min rabbihim ve ulaike humul muflihun. Sadakallahul azim. Subhane rabbike rabbil izzeti emmâ yasifun. Ve selamun alel mürselin velhamdülillahi rabbil alemin. El Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdines sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allah Allah kabul etsin. Allah cennet eylesin.